eşidirəm Samir, buyur. Yo, danış sen danış. Sonra danışırız. Hə. Yəni Bənizin öz evini girov qoyub 200.000 manat kredit götürüb və həmin 200.000 manatdan da 1 il 9 ay ərzində müxtəlif vaxtlarda Bəniz üçün qızıl zinət əşyaları alıb. Və bunu da Bənizə bunu da Bənizə təkidlə bildirilmiş ki, sən deməli TikTokda bu qızılları göstər ki, mən sənə qızıl almışam. Yəni bugün belə deyək, Xalidin böyük əməyi nəticəsində Xalidin demək olar ki, gördüyü işlərdir ki, bugün Bəniz 10 il 3 ay cəzalandırdı. Aralarında olan söhbəti istintaq materialı kimi qiymətləndirib ortalığa qoymaq. Bu Danışaq Vali. Hə, buyur. Dalaşaq. Senzurasız ama. Denən, maçda qalıq, denən. Yumuşaq Mən olasın. birini dedim. Yumuşaq olasın. Mən dedim. Bənizin vəkilləri yəni son proseslərdə əllərindən gələn hər şeyi etdilər. Düzdür. Prosesin sonlarına doğru verilən etirazlar əvvəldən verilməli idi ki, onlar edilməmişdi. Amma yenə də sonda da istər Salman müəllim, istər Şakir müəllim Bənizin işinə baxan məhkəmə heyətinin qərəzli olduğunu qəbul etdilər və müşahidə etdilər. Bununla bağlı mətbuatda da yayılıb bu məlumatlar. O etirazın verilməsindən bağlı. Unikal saytında da yayıldı. Yəni bu da gözlənilən idi. Eyni qaydada biz necə ki Arzumun məsələsində apellyasiya məhkəməsinə ümid elədik. O işdə lazım olan uğurlu nəticə əldə olundu. Eyni zamanda da Bakı apellyasiya məhkəməsində mən uğurlu nəticənin əldə olunacağını sözsüz ki gözləyirəm. Bənizin işi elə bir işdir ki, elə bir unikal işdir ki, bu mində bir olan belə bir iş var ki, orada zərər çəkmişin özü Aybənizin belə deyim təqsirsizliyinə şahiddir. Aybənizin şərrəliyini etiraf edir. Hansı ki bu deyilənlərin nəticəsi idi ki, Aybənizin ittiham olunduğu deməli maddə ilə bağlı işi aparan istintaqçı cənab nazirimiz Vilayət Eyvazovun müvafiq sərəncamı ilə sərəncama götürüldü və bu dəqiqə o müstəntiq işləmir. Və çox təəssüflər olsun ki, gözlənilən bir şeydir ki, məhkəmə iş materiallarında olan bu sübuta da lazım olan qiyməti vermədi. Yəni bu onsuz da belə idi və belə də olacaqdı. Düzdür, mən yenə də istəyərdim ki, yanılmağımız olsun. Biz burada Fəxri Məmmədova bugün təşəkkür edəyək. Hətta ondan bugünə qədər mən danışdıqlarıma görə üzr istəyim, sırf Bənizin adına görə. Amma etmədi. Amma görünən dağa nə bələdçi. Mən indi özüm bu haqda əlavə ətraflı danışacağam. Amma mən buradan tam əminliklə demək istəyirəm və deyirəm də sözümü. Bakı Apellyasiya Məhkəməsi Bənizi haqqı olan azadlığına hökmən qovuşduracaq. Bakı Apellyasiya Məhkəməsi bu ləhkəni məhkəmə hakimiyyətinin üzərindən götürməlidir. Yoxsa ki, vəziyyət çox kritikdir, vəziyyət çox dözülməzdir. Bu qədər yəni haqsızlıq, bu qədər ədalətsizlik ola bilməz. Bir cinayət işində ki, zərər çəkmiş özü etiraf edir ki, mən bu işi rüşvət yolu ilə ərsəyə gətirmişəm, bunun özünün etirafı var. Eyni zamanda bildirək ki, mən Aybənizə zərər vurmuşam, Aybəniz mənə heç bir zərər vurmuyor. Vaxtı keçmiş kart hesabı var ortada. Bəli, proseslərdən birində Xalid özü videokonferansla qoşulmuşdu, bildirmişdi ki, və mən onu da yazmışdım o vaxtı, mən Aybənizə ziyan vurmuşam, Aybəniz mənə ziyan vurmayıb. Bəli, eyni zamanda burada maraqlı məqam nədən ibarətdir? Cinayət işinin deməli, aidiyyətinin yaradılması, ərazi aidiyyətinin formalaşdırılması üçün Aybənizin kart hesabına Bülbülə qəsəbəsindən Bülbülə qəsəbəsində yerləşən Megastor marketinə 500 manat pul atılıb. Aidiyyət bununla yaradılıb. Lakin ortaya çıxır ki, Aybənizə məxsus olduğu deyilən həmin kart hesabının müddəti bitib.
Hamımıza da məlumdur ki, kart bir əgər bank kartının deməli istifadə müddəti bitirsə, heç bir halda ora ödəniş etmək, göndərmək mümkün deyil. İkinci bir tərəfdən Xətai rayon ərazisində, eyni zamanda Nizami rayon ərazisində yaşayan bir şəxs əgər doğrudan da hədə qorxu və təhdid altında idisə, niyə getsin məhz Bülbülədən buradan vursun getsin, ardasa bir 15-20 kilometr kənara Suraxanı rayonunun ərazisindən Aybənizə pul göndərsin? Niyə həmin pulu məsələ, əgər doğrudan da elə bir təhdid və şantaj varsa, niyə həmin pulu elə Nizami rayonunun ərazisindən, Xətai rayonunun ərazisindən göndərmirdi? Hə? Yəni bu qədər Aybəniz Xəllovanın təqsirsizliyinə dəlalət edən sübutlar var, hallar var. Və eyni zamanda mən bugünkü gündə yenə də Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqına, bizi izləyənlərə səslənmək istəyirəm ki, cinayət məcəlləsi qisasa söykənə bilməz. Yəni cəza siyasəti qisasa söykənə bilməz. Aybəniz canlı yayımda qızılların göstərirdi. Aybəniz sizin dediyiniz kimi evli kişi ilə bərabərdir. Bunun bizə olmuş olsa da belə heç bir aidiyyəti yoxdur. Ortada cinayət işinə heç bir aidiyyəti yoxdur, bəli. Ortada günahsız bir insanın həbs olunmasından gedir. Söhbət burada onun həbs olunmasından gedir. Hansı ki, bu hər bir insanın başına gələ bilər və hər bir insana əhatə edə bilər. Siz bundan üzülməlisiniz. Siz bundan lərzəyə gəlməlisiniz ki, Azərbaycanda niyə məhkəmələr belə bir fəaliyyət göstərir? Biz bunu tənqid eləməliyik, biz buna qarşı mövqe ortaya qoymalıyıq. Yoxsa bu gün Aybəniz, sabah başqa biri, ondan sonra daha başqa biri, yəni cəmiyyət belə şeylərə qarşı sistematik səssizlik mövqeyində dayandıqca, əlbəttə ki, ölkədə ədalətli məhkəmə sistemi olmayacaq. Amma mən yenə deyirəm, Bakı Apellyasiya Məhkəməsinə mən ümidlə yanaşıram, oradakı olan hakimlər heyətinə mən ümidlə yanaşıram, inanmaqdan ziyadə mən bilirəm, əminəm, bu ədalətsizlik aradan qalxacaq və mənim üçün maraqlıdır. Görəsən, Bakı Ağır Cinayətlər Məhkəməsinin bugünkü çıxarılmış hökmündə nə yazılacaq? Aybəniz Xəllovanın təqsirli olmasına dəlalət edən hansı epizod orada istinad ediləcək? Çünki Ali Məhkəmənin plenum qərarı var, məhkəmə hökmlərindən bağlı ki, hər bir məhkəmə hökmü Azərbaycan Respublikasının adından çıxarıldığından dolayı sübutlara orada istinad edilməlidir, əsaslı olmalıdır, tərtib edilərkən. Görəsən, bunu təsviri əsaslandırma hissəsi necə olacaq? Bax, mənim üçün, nəinki mənim üçün, bütün Aybənizin vəkilləri üçün də maraqlıdır. Aybənizin vəkilləri də kifayət qədər savadlı, peşəkar vəkillər idi. Eyni zamanda hər ikisi də savadlı, həm Salman, həm Şakir müəllim. İkisi də kifayət qədər faktlarla, dəlillərlə çıxış etdilər. Kifayət qədər də, belə deyək, Aybənizi müdafiə eləmək üçün əllərində olan bütün deməli sübutlardan istifadə elədilər. Düzdür. Gözdə məhkəmədəydiniz, gördünüz. Məhkəmədəydiniz, gördünüz. Hər şey onsuz da ifşa olunur, yəni. Bilirsiniz, dostlar, bir məsələni də deyim. Prosesdə hökm oxunan vaxtı Samirin biraz halı pis oldu. Bu da onun ürəyinin təmizliyindən irəli gəlir. Həqiqətən də Samirin çox gözəl ürəyi var, həqiqətən. Ən azından Bənizin ailəsi qədər Samir məyus olmuşdu. Mən onun o məyusluğunu gördüm. Hətta bir anlıq hökm oxunan zaman Samir oturdu. Dərhal əlindən qaldırdım ki, yəni hökm oxunan zaman ayaq üstə qalmaq lazımdır. Yəni bu özündən qeyri-ixtiyari olan haldır. Samirin çox gözəl ürəyi var. Samir, sənin həqiqətən də gözəl ürəyin var. Sən mərd oğlansan, sən igid oğlansan. Sənin həqiqətən də bu sözləri boğazdan yuxarı demirəm ha. Yəni bu bizim ümumiyyətlə dostluğumuz var. Biz bir yerdə, çox bir yerdə olmuşuq və gördüyüm, müşahidə elədiklərim o epizodlar, hallara görə deyirəm ki, sənin çox gözəl ürəyin var həqiqətən. İndi yenə də deyirəm, apellyasiya prosesi, yəni apellyasiya şikayəti veriləcək 20 gün ərzində. Mən inanıram ki, apellyasiya Bəniz haqqında ən uyğun, ən doğru və ən əsası da ədalətli bir qərar çıxaracaq. Çünki onun yetkinlik yaşına çatmayan evladı var, tək qadındır. Onsuz da Xalid onun həyatına girməklə onun həyatını məhv eləmişdir. Yəni Xalid bir mənalı şəkildə Bənizin həyatına girməklə onun həyatını məhv eləmişdi. Amma artıq aralarında olan danışıqlarla, aralarında olan yazışmalarla ona qarşı iddia qaldırmaq, ona qarşı məni hədə qorxu ilə məndən pul tələb eləmək demək və bunu da hüquq mühafizə orqanlarına şikayət eləmək vallahi insanlıqdan deyil. Həqiqətən də deyirəm, insanlıqdan deyil. Mən belə başa düşürəm.
Xalidin də ki, hal-hazırda yenə deyirəm, Eşidirsən məni? Səsim gəlir. hə indi gəlir, bayaqdan gəlmirdi. Hə. Denən. Bəniz TikTok, mən ümumiyyətlə həmişə bu sözü demişəm, mən TikTokerlərin müdafiəçisi olmaq istəməmişəm ümumiyyətlə. Amma Bəniz yeganə insandır ki, mən Bənizə görə başımı da qoyaram. Hər şeyimi qoyaram ortalığa. Yeganə insandır. Yəni mən o çoxları həmişə deyirdi ki, Bəniz doğrudan da 836 min manat pul alıb, həqiqətən də hətta qorxu edib, şantaj edib, belə edib, elə edib. Amma gördünüz ki, reallıq o deyil. Reallıq başqadır, həqiqət başqadır. Bu gün həqiqət təcəlli elədi. Düzdür. Həqiqəti nə qədər örtbasdır eləməyə çalışsalar da həqiqət yenə də hər şeydən ucadır və öz ucalığında qoruyacaq. Apellyasiya məhkəməsi bu ləkəni təmizləyəcək və Aybənizin azadlığa çıxması üçün ya Aybəniz azadlığa çıxacaq bu işdə apellyasiyada, ya da Aybənizlə bərabər mən həbsə gedəcəm. O olacaq qadın korpusunda, qadın zonunda, mən də gedəcəm kişi zonunda. Fərqi yoxdur. Mən yəni onu orada qoymayacağıq biz. Nəyin var? Vəkilləri, sənin kimi jurnalist, ailəsi, biz hamımız bərabər. Bu işdə lazım olan hər şey ediləcək və sonuna qədər də ediləcək. Sonuna qədər məsuliyyətlə, inamla, əzmkarlıqla. Bunun başqa yolu yoxdur. Ya Aybəniz apellyasiyadan çıxmalıdır, ya da ki mən burada hamının qarşısında söz verirəm ki, mən lazım olanı edəcəm və mən də gedəcəm onun yanına. Mən onu içəridə, mən onu tək qoya bilmərəm. Ən azından ona bir təsəlli olmaqdan ötəri. Yəni qurtuluş yoxdur tək başına. Ya hamımız, ya heç birimiz. Mən inanıram ki, Azərbaycanda ədalətli məhkəmə hüquq sistemi var. Mən inanıram ki, baxın, İlduza Hacıyevanın işində heç kim inanmırdı ki, Xəzər rayon məhkəməsinin verdiyi hökmdən sonra apellyasiyada birinci prosesdə çölə çıxacaq. Heç kim buna inanmırdı. Hətta nə onun vəkilləri, nə özü, nə yaxınları, nə biz sadəcə prosesin gedişatında bildik ki, bu desin artıq ev dustaqlığına gedir. Yəni heç kimin ağlına gəlmirdi ki, İlduza Hacıyeva apellyasiya məhkəməsində ilk prosesində ev dustaqlığı buraxılacaq. Mən bir gün onun Bənizin oğluna da onu dedim. Dedim, yəni proses bundan bitmir. Zalda da hətta dedim. Çünki artıq zalda gedişatda biz gördük ki, yəni bəzi məsələlər var da indi orada mən demək istəmirəm. Gedişatda biz gördük ki, biz apellyasiyaya çox ciddi hazırlaşacağıq. Biz apellyasiyaya çox ciddi hazırlaşacağıq. Hökümə gedir. Hökümə mən maksimum çalışdım ki, Bənizin ailəsinə, Xatirə xanıma, Tahirə xanıma və oğluna maksimum dedim ki, səbirli olun. Proses bundan yekunlaşmır. Bundan sonra da apellyasiyada var. Maksimum səbirli olmaq lazımdır. Aybənizin özünə dedim ki, səbirli ol, ağlanma falan. Bunları sən özün görürdün də. Yəni bundan yekunlaşmır. Bu proses bundan bitmir. Apellyasiya var. Yəni yenə də bilirəm ki, həm Salman müəllim, həm Şakir müəllim, həm də ki Samir müəllim bilirəm ki, apellyasiyaya yüksək səviyyədə hazırlaşacaqlar və inanıram ki, apellyasiya onun barəsində ən gözəl və ən ədalətli qərarı verəcək. Mən dediyim kimi, ya Aybəniz çölə çıxacaq, ya mən Aybənizlə bərabər həbsdə qalacaq. Ya o da mən də, onunla da məsələ bitməlidir. Mən ümumiyyətlə, sən hüquq adamsan, bilirəm, emosiyalara qapılıb o sözləri deyirsən və bilirəm ki, sən bütün canınla, varlığınla əvvəllər də müdafiə eləmişsən, indi müdafiə eləyirsən, bundan sonra da eləyəcəksən. Adam ölümü yox, zərər çəkən yox. Kimsə bu işdən həyəcanlanmayıb, psixoloji sarsıntı yaşamayıb, kimə ümumiyyətlə zərər dəyib. Aybəniz cəmiyyəti üçün ictimai təhlükəli bir insandırmı? Cəza siyasətinin əsas məqsədi nədir? Sosial ədalətin bərpası. Hansı sosial ədaləti bərpa elədi bu gün məhkəmə Aybənizi içəri qoymaqla, 10 il 3 ay ona iş oxumaqla? Bilə-bilə məhkəmə ədalətsiz və yalan hökm çıxarmağın özü böyük bir cinayət məsuliyyəti daşıyır. Mən Fəxri Məmmədov haqqında öz mövqeyimi ifadə eləmişəm. Bu Azərbaycan məhkəmə sistemi adına, Azərbaycan dövləti adına böyük bir biabırçılıqdır, böyük bir ləkədir. Çünki hər bir məhkəmə qərarı dövlətin adından çıxarır. Belə çıxır ki, bu gün Aybənizi mühakimə eləyən Fəxri Məmmədov deyil, dövlətdir, dövlət. Mən istəmirəm mənim dövlətim belə olsun. Ümumiyyətlə, bütün hökmlər Azərbaycan Respublikasının adından çıxarılır. Yəni, məhkəmədə, istər birinci instansiya məhkəməsində, istər apellyasiya və yaxud ali məhkəmədə hökmlər Azərbaycan Respublikası adından çıxarılır. Və hökm elan olunanda da deyilir ki, Azərbaycan Respublikası adından hökm. Mən bir şeyə də təəssüfləndirəm, Vali, bir dənə onu da deyim, sonunda mən bunu da deyim, yəni çıxıram. Ona da təəssüf edirəm ki, Aybəniz sırf mənim özüm bilirsən ki, hər məhkəmədən sonra mənim ictimai çıxışlarım vardı, tənqidlərim var idi, öz video postlarım var, mənim öz mövqeyim var. Mən düz 2 dəfə bu işdə
Mənə deyiblər ki, sus, danışma, yaxşı olacaq, söz veriblər. 2 dəfə, 2 ay bir uzaqlaşdırılmışam bu işdə. Bir də mən axırıncı dəfə aprel, may, iyul aylarında bu işdən uzaqlaşdırıldım. İyula qədər. Mən şahidəm, bəli, mən şahidəm bu prosesdə. Mənim axırıncı dəfədə mən oturdum yerə, bulvarda, dizlərim üstünə çöktüm, ağladım. Dedim, mənim zəhmətim vuruldu yerə. Xatirə ona hökm verəcəklər. Hökm verəcəklər. Məni dinləmədi. Kaş bunlar olmazdı. Mən tamamilə Yenə də eyb yoxdur. Yenə də eyb yoxdur. Mən başa düşürəm. Mən başa düşürəm, o qadındır, ona nə deyirlərsə, o istəyir ki, hər şeyin ən asanı həll olunsun. İstəyir ki, hər şey asanlıqla, yaxşılıqla həll olunsun, amma elə deyil. Mənim bu ölkədə atam hakim ola, ona mən inanmaram. İnamım yoxdur. Son ana qədər mənim inamım yoxdur heç kimə. Belə, yəni qızı heç nədən bədbəxt elədilər. Bu Xalidin, yenə deyirəm, qız onsuz da, Aybəniz onsuz da Xalidlə, sən Xalid onun ürəyinə elə girmişdi ki, yəni özünü elə sevdirmişdi, var elə insanlar. Bugünkü gündə Xalid kimi insanlar bilirsiniz nə qədərdir. Qadının ürəyini alıb, onun özünü ona başqa tərəfdən belə yaxşı, nə bilim, varlı, imkanlı və yaxud özünü, nə bilim, ürəyi yumuşaq, nə bilim, insansevər göstərib, onun hisslərindən, duyğularından istifadə elədi. Və onun nəinki duyğularından, Xalid onun əmlakından da istifadə elədi, Xalid onun pulundan da istifadə elədi və axırda da aralarında olan danışıqlardan, yazışmalardan istifadə edərək onun barəsində hüquq mühafizə orqanlarına şikayət elədi və nəhayət ki, o nail oldu ki, onun barəsində həbs seçilsin, həbs verilsin və bir gündə hökm elan olundu. Sən bilirsən, Bəniz ev dustaqlığına buraxılanda o vaxtı apellyasiya məhkəməsində Xalid, siz nə oyunlar çıxardırdı? Ölkə başçısına müraciət eləmək, hüquq mühafizə orqanlarının rəhbərliklərinə müraciət eləmək, sosial şəbəkələrdə adam tutub, jurnalist tutub, ona buna məsələni işıqlandırmaq, danışdırmaq, bunların hamısı bizim gözümüzün qabağında baş verir. Yəni, mən Bəniz həbs olundu. Yəni, Xalidin elədiklərini... Mali, üzr istəyirəm, axırın sözümü deyirəm, çıxıram icazənlə. Mənim, hər birimizin həyatında, indi bu biraz şəxsi olacaq, hər birimizin həyatında bir qadın ola bilər. Mənə də həyatımda olan hansısa bir insan, bir qadın ən belə pisliyi də, ən acılacaqlı şeylər edib də. Mən gedib özüm həbs yatmağa hazır olaram, amma ən üzr istəyirəm, ən alçaq qadının belə gedib, mənə elədiyi pisliyə görə həbsdə yatmasına mən razı olmaram. Ən azından qadın olduğuna görə və insanın şərəfinə görə bir qadın, sən qadını niyə qisas alırsan qadından? Səndən ayrılıb deyə, sənin yalanların üzə çıxıb deyə Xalid. Sırf bu işdə Xalidin yalanları üzə çıxdı deyə Bənizin evini girov qoyub 200.000 manat pul götürüb və o pulla Bənizi Dubaya aparıb Bənizə qızıllar alıb və bunun da Bənizin də bundan xəbəri olmuyor. İndi də Cəzəfir Linki çıxır məhkəmədə deyir ki, video konferansla qoşulur deyir ki, mən Aybəniz mənə ziyan vurmayıb, mən Aybənizə ziyan vurmuşam. Oldu var ya, hələlik özdən müqayət ol, izləyicilər də çox sağ olun, minnətlərim. Görüşək. Oldu qardaş, danışalım. Sağ olun, sağ olun. Dostlar, bir də xatırladım ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəniz ləqəbi ilə tanınan tiktoker Aybəniz Təlinovaya hökm oxundu. Hökmə əsasən Bəniz 10 il 3 ay müddətində azadlıqdan məhrum edildi. Bundan əvvəlki prosesdə dövlət ittihamçısı Bənizin 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəməyə təklif eləmişdi. Məlumat üçün bildirim ki, Bəniz Cinayət Məcəlləsinin 182.3.2 və 221.3-cü maddələri ilə təqsirli bililərək barəsində cinayət işi başlanılmışdı. Elman salam, necəsən? Beni gör beni. Elman da verin.
Salam, salam, ay vali, salam. Nətərsən qardaş? Nətərsən? Elman Arzu kimdir qoşuldu? Sən qoşdun? Yo, bilmirəm. Hə, düşdü. Şimdi mənim Ola bilər. Nətərsən qardaş? Belə. Yaxşı, Elman sən necəsən qardaş? Vəziyyətin necədir? Halın Sağ ol. keyfi. Çox sağ ol qardaş, çox sağ ol. Allah səndən razı olsun. Nə oldu, nə xəbər var? Nə olub, nə baş verdi? Baş verən odur ki, Bənizə Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan olundu. Nə danışsan? 10 il 3 ay müddətinə həbs olundu. Nичего себе. Bizə maddənin sanksiyası 182.3.2-cinin maddənin sanksiyası 10 ildən 15 ilə qədərdir. Yəni 10 ildən başlayır. Belə baxanda, yəni orada 221 də var, hakim o 221-i də nəzərə alıbdır. Xulqanlıq maddəsində qoymuşlar da, 221.3-cü maddəni də qoymuşlar. Və belə baxanda, yəni sanksiya üzrə ən aşağı cəza verilib. Amma yəni məhkəmə belə qərara gəldi ki, Bəniz 182.3.2-ci maddə və 221-ci maddə ilə təqsirli bilinir və barəsində ümumiyyətlə Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən onun barəsində verilmiş hökmün və cəzaların qismən toplanması yolu ilə qəti olaraq 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin olundu. Deyim ki, yəni hər iki maddəni də nəzərə alanda, yəni bunu hüquqşünaslar da, vəkillər də bunu təsdiq edir ki, yəni o maddələrə əsasən ona yəni ən aşağı hədd verilir. Ən aşağı hədd verilib deyə yenə də 10 il 3 ay müddətdə. Yəni çünki sanksiya 10 ildən başlayır. Qoşulmaq istəyənlər çoxdur, heç kimi tanımadıqlarını qoşun. Yox, onsuz da indi bağlayıram çünki yoldayam. Apellyasiya məhkəməsinə versə nəsə dəyişiklik ola bilər. İndi yenə də bayaq Samir qoşulmuşdu, hüquq müdafiəçisi, o da danışdı. Yəni həm Bənizin vəkilləri, həm Salman müəllim, həm Şakir müəllim, həm də hüquq müdafiəçisi olaraq Samir Musəvi apellyasiya şikayətini birgə hazırlayacaqlar. Yəni hərəsinin öz argumentləri və öz deməli fikirləri var. Həmin fikirlərlə birlikdə belə deyək də yığışıb bir şikayət ərizəsi hazırlayıb apellyasiyaya müraciət edəcəklər və onların hər biri də apellyasiyanın verdiyi ədalətli qərara güvənir. Mən də güvənirəm. Hə, 10 illik adam öldürənə verirlər, sən başladır. Maddənin ay Elman sanksiyası belədir. Maddənin sanksiyası 10 ildən 15 ilə başlayır. Yəni burada hələ 221-də var. Demək olar ki, hakim ən aşağı həddi veribdir. Ən aşağı həddi. Dəyişər. Şəxsən mən o qadını tanımırdım. Yəni sosial şəbəkədə eşitdim onun tutulmasından, amma nə bilim, bu qədər dələduzluq hansı maddələrdir? Dələduzluq sonra Yox, dələduzluq yox. Dələduzluq 178-dir. Bənzin maddəsi 182.3.2 küllü miqdarda əmlak əldə etmək məqsədi ilə bir də 182.2 təkrar törədildikdə 2 maddədir. Bir də 221.3-cü maddə, yəni xulqanlıq. Çünki orada xulqanlıqla bağlı epizod vardı və bunu Bənizdə bir dəfə canlı yayımda demişdi ki, mən vurmuşam, maşınla, mən Xalidin maşınla toxunmuşdu, bilməm Xalid bununla qəsdən toxunmuşdu. Nəsə olmuşdu, aralarında belə bir mübahisə yaranmışdı. Onda Bəniz canlı yayımda bildirmişdi ki, mən vurmuşam, əcəb eləmişəm və həmin video qaydda istintaq materiallarında Bənizin əleyhinə şərh olundu. onu səhv eləyib də. Hələ indi o vaxtı
bilməyib, düşünməyib ki, sonu gəlib bura çıxacaq. Və belə oldu. Ha. Dostlar, mən yayımı bağlayıram. Elman, bağlayıram yayımı. Harasa bir saatdan sonra yenidən açacağam. Heç nə Yəni, qardaşım, bu barədə yaxşı. ətraflı danışacağıq. Gələrsə sən də boşacam. Bir saatdan sonra yayımda olacam. Yaxşı qardaş. Yaxşı, oldu. Sağ olun, özünüzdən müğayət olun. Əziz izləyicilərimin hər birinizdə təşəkkür edirəm. Dəstək olduğunuz üçün, bəyəndiyiniz üçün, atdığınız hədiyyələr üçün hər birinizə ayrı. Valim, mən salam axşamüstü. Mən bir şey vurğulamaq istəyirəm. Siz bayaq dediniz ki, Bəniz canlıda deyib ki, əcəb eləmişəm, o elə olmuyor. Bəniz öz maşınını vurmuşdu. Xalid gedib onu çəkib paylaşmışdı. Gəlib Bənizin canlısında yazırdılar ki, maşınımı vurmuşsan, ay Bəniz deyib yaxşı eləyib vurmuşam, öz maşınımı da vurmuşam. Deməli öz maşınını vurmuşdu, elə mi? Bəli, öz maşını avariya düşmüşdü, o məhkəmədə vermişik, tarixi də var orada. Onun Xalidə aidiyyəti olmuyor. Sadəcə Xalid düşüb onun arxasında maşında GPS var idi. Xalid Onun o arxasında düşüb videodan maşını hansı istifadə ustaya eləmişdi. aparmışdı. İstintaq materiallarında Xalid o videodan, yenə də bax burada da Bəli, onu özündən istifadə edib, amma biz tarixlər uyğun gəlmir, bax tarixləri burada da vermişik. bir oyun qurub da, bu Xalidin oyunuydu. Bəli. Bunu hamı bilir ki, bu Xalidin oyunuydu. Bəli, Aybəniz maşına GPS qoyulmuşdu Aybənizin maşınına. O maşının arxasıca düşüb, maşın harda ustaya getmişdi, orada gedib videonu çəkib öz səhifəsində paylaşmışdı ki, baxın maşını vurub. Bunu da gəlib canlıda Aybənizə yazanda Aybəniz demişdi, maşın mənimdir, vurmuşam, yaxşı eləmişəm, sizdə nə var? O danışığı oradan götürüb məhkəməyə təqdim eləmişdi ki, mənim maşınımı deyil. Amma halbuki o Aybənizin maşınına vurub, o da heç öz təsdiqini tapmayıb. Xalid onsuz da Qaldı öz ki, burada cəzasını- yazırlar, Aybənizin evi nə oldu? Ay bala, Aybənizin evi özünündür. Siz niyə narahatsınız? Bu ev Aybənizin özündədir, narahat olmayın. Aydındır, aydın. Bilib yazırlar ki, ailəli idi. Vali müəllim məhkəmədə, hər məhkəmədə iştirak edib. Onu Xalid özü etiraf edib ki, o mənim ailəm olub. Kəbin olub. Bəli, İnsanlar bəli, zaxısı bəli, növbəyə bəli. durub dekabr ayında. Bilib bilmədən Vətəndaş danışmayın. nigahı ilə, vətəndaş nigahı ilə birgə Allahdan yaşayırlar. qorxun. Allahdan qorxunuz olsun. Necə ki bu dövlət məmurları bəziləri qorxmur ha Allahdan. Ən azından sizin də başınıza gələ bilər. Allahdan qorxun. Siz də belə hakimlərin əlinə düşə bilərsiniz. Yollarımız ayrıldı. Oldu Xatır xanım. Oldu, Yəni, Vali müəllim, sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun əziz dostlar, izləyicilər, çox sağ olun. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Elman çox sağ ol. Sağ ol qardaş, Allah razı olsun. Sağ olun. Bir də xatırladım ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bənizdə, TikTokda Bəniz ləqəbi ilə tanınan Aybəniz Xəlilovaya hökm oxundu. Hökmə əsasən Aybəniz Xəlilova 10 il 3 ay müddətində azadlıqdan məhrum edildi.